Düsturumuz isə bizim parallelogram çəkək, bir dənə biraz böyük çəkək, çünki bu qarışıq olmasın. Paralelogramın tərəflərinin ortalarının birləşməsindən əmələ gələn sahə. Baxın, bu düz xət, yəni iti bucağın təpəsindən çıxan hər hansı düz xətlər tərəflərin ortalarını kəsirsə, yəni orta nöqtələri olarsa və bu orta nöqtələrin birləşməsinə əmələ gələn üçbucağın sahəsi. A, B, C, D qoyuram. Bura Y qoyuram, burada bir F qoyuram. Və həmin üçbucağın sahəsi, bunu bir rəngli eləyək biz. Baxın, bu üçbucağın sahəsindən gedir söhbət. Bunun sahəsi və bu sahələri biz qəbul eləyək, bir müxtəlif qırmızı ilə yazaq. Bura S2 yazaq, bura S1 yazaq və S3, S1, S2, S3, S... Hə, bu S2-lər, buranın sahəsi ilə buranın sahəsi eyni olacaq və digərləri isə farklı olacaq. Onda S3-ün sahəsi, yəni yazıram S3, yəni S, Y, F, C-nin sahəsi bərabərdir. Ümumi paralelogramın sahəsinin 8də 1 hissəsidir. 8də 1 S, A, B, C, D-yə ümumi paralelogramın sahəsidir. Sonra burada var S1 bərabərdir, yəni S, A, Y, F bərabərdir. Ümumi paralelogramın 8də 3 hissəsidir. 8də 3 vurulsun S, A, B, C, D-yə bərabərdir. Və S2 qaldı. S2, yəni S, A, B, Y bərabərdir S, A, Y, D-yə. O da bərabərdir ümumi paralelogramın 4də 1 hissəsinin sahəsinin. S, A, B, C, D. Ümumi paralelogramın 4də 1 hissəsinə bərabərdir. Baxın, bir dənə şəkildə görün neçə dənə düstur. Birinci, ikinci sahə düsturu və üçüncü sahə düsturunu belə qeyd edək.